Əkili quş idi, ağaca qonmuş. Mən getdim onu tutmağa. Vurma. Mən sana əkili quş idi, ağaca qonmuş idi. Belə qısımlar hep belə yox. Əkili ağaca qonmuş idi. Mən getdim onu tutmağa, o məni tutmuş idi, meydana salmış idi. Meydanın ağaçları, bal gətirib ucları, səpər çəkdim, yol açdım, qızıl gülə qaçılır, mən ilimdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 30. Geçin. Şunu uzatmayayım. Apa pasta. Yedim. Abi mama boşuna diyorsun. Bak hamam da. Ay inanmıyorum. Papağan başta rahat ki. Kepile çabile şöyle geçelim. Ay ben sigara niye kepişlendim sen? Kepişlendirme. Şuradan ha. Ben bununla yolun qırağına getdim, gəldim. Ay, yıxma.
Ay yıkaz. Ay korkma. Verin. Şöyle çözüyordum abi. Biraz şöyle. Tip tip tip. Tip 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 tip. Ağzına kadar çocuk geride kal. Hadi orada tutma. Güzel tut, güzel. Nasıl? Al. Tut, Ersan tut. Koş vurdu. Sen soğuk alalı git ya. Ay kızım babla. Ay kızım babla. Ay kızım. Hesap. Gel ya. Gel yapalım. Ama girenlere. Bak bana görsün. Arka kulak çıkacak. Kulakını açtı ha. Kızı. En baş kızı. Sen yumurta. Onu da bakalım. Nasıl güzel. Burada yumurta. Bakma. Burada yumurta. Orada güç oldu. Bakma. Gel. Desma. Bizi yoyun ya. Ama ayakkabılarını koysun. Az sağ koyun oraya. Yani indi git Yusuf gel yani sen de elini yüz sonra gel. Geç yukarı. Elini bana olsun. Yudum merhaba orada. Ben yani merhaba da asmışam orada. Öyle düzgün kafanda. Hangisi yani? Ne yudum ha? Hangisi? Oğlum bunu yukarıdan al. Ben. Bu öz oyunu ben. Bu yani stollar getir sağda sağ işte. Evet otur. Elini git. Kıvıl. Meryem stol biraz bel çek. Niye? Ay gözüm bana. Bilal ben yerine dur. Gel baba. Hiç mi olmaz? Buyur. Yardım. Sahte yaşlı. Gel otur Meryem. Otur. Koy yıksın yenge. O tarafta var. Ev olar. Ev koy ortaya. Sara. Sen ev olar yandırmasın. Çay getirdin mi? Gel bu kadar mı? Dinle çala.
Bir tabii. Götür. Ya. Ben koyayım. Koydu. Bilmem. Gelsin. Sen üç çaşqaları bağışla, həsər arasın etsin, gözlər. Diye hamısını otur. Yenə Otur. Kaynatmış. al. Gəl beklə. Birini ona diyor. Günde ayıp tarafa koymulaşlıdır. Heç olmaz, keçib çörəyi. Sen Bir ona bax. çay kameraya çık. Küçük dəqiqələr verir. Yok, al. Sonra bir tane için. Den gözü. Eyb yox. Başlı bakalım. Hər tutul qadın örgətdə işməyə, çaşqadan nəlbəkdən içə bilmir. Gözümü açtım. Heç olmaz, heç olmaz. Sayılar vermezsen. Sonra güzel şey. Gerçi işte yemin. Ben kokamanı işte yemin. Diğer işte yemin. Joseph Schwartz. Joseph Schwartz. Çaydakı birini içirsən, mən çay yedim. Onda sən ustan gördüyünə gelə bilərsən, tələffüsün. Sən yaxşı yox. Doydun. Yaxşı, düşürsən. Düşürsən. Sarı taxlanı çıxar. Ama sen Gözü bunu. Gidin. Yok öyle. Oraya gidip versin, sağ Al, güzel. Al, yedim. Bunları köyü temizle koy bunları. Bunları yapayım. Davul. Ay uşaqlar. Qaqanızı niyə verib satan qucaqla? Yeməklər yapıyor. Özü götürdü. Mağda. Ne? Ha, şu da takayım. Çox qızsın, yoxsa belə? Aman. Yok biraz. Qurbanın sarı xahiş. Sus kaşını alın. Ali уже isti yemək gəlirsə, uşağı ver sarıya. Bir sarıya. Yemek gelmiş. Şu an Sarıya ver. Gəlini bilir. Az Allah'ın onu yapış. Biz çocuğumuz konuşuyoruz. Geliyor. Kısadan Ya. sağ ol, test. Gel. Ayıp yesin. Kim idi? Salam. Salam.
Mən Region qəzetindən gəlmişəm və eşitmişəm ki, sizin ailədə 12 övlad böyüyür. Bəli, elə. Bununla bağlı istəyirəm qəzetimiz üçün sizin haqqınızda reportaj hazırlayım. Buyurun keçin. Salam. Salam uşaqlar. Çox sağ olun. Demək ki, 12 övladınız var. Bəli. Ha, lap yaxşı. Böyük. Qəzetdən gəliblər, bizdən bir ki, müsahibə almaq istəyirlər. Aha, istədik ki və eşitdik ki, sizin ailənizdə 12 övlad böyüyür və bunu işıqlandırmaq, bu reportajlarını da hazırlamaq bizim borcumuzdur. Ona görə də qapınızı üzümüzə açdığınıza görə siz təşəkkürümüzü bildiririk. Və istəyərdim ki, bax, bizi ailənizlə tanış eləyəsiniz. Buyurun, əyləşin, əyləşin. Deməli, evin ən kiçiyi bu uşaqdır. Rahatdır. Rahatdır. Ay sağ olun. Hə, başın üstündə. Şimdi fırın yaydı. Şey yaydı. Gəl görüm, gəl qucum. Ay Allah. Oy, uş. 4 ay tamamdı yoxsa? Bəli, 4 ay tamam, 5 ay içində. Ha, vurup sardı. Uy, ne diyecektim? Haycan. Sən söz Böyüyün qədəyəm. neçə yaşı var? Böyüyün 16 yaşı var, 17-nin içindədir. Aha. Sentyabrda 17 yaşını tamamlayacaq. 7 oğlan, 5 qız. Bəli, 7 olan. Ha, bu barədə danışacağam və istəyirəm ki, əvvəlcə özünüzü təqdim edəsiniz. Buyurun xanım, sizdən başlayaq. Mən İskəndərova Tunzali Fazil qızı, 35 yaşım var. Gördüyünüz kimi 12 uşaq anasıyam. 7 oğlan da 5 qız. Uşaqların 7-si məktəbə gedir, qalandı. Biri sənətə gedir, öyrənir, sənət öyrənir. Bu 4-ü də yanında qalır, onlar məktəb gedəndə, sənətə gedəndə 4-ü yanında qalır. Aha. Yoldaşınız özünüz, sizin adınız nədir? Tarih. Salih. Tarih. Ha, sizin neçə yaşınız var? Benim 42 yaşım var. 42 yaşınız var. Belə böyük bir ailə başçısı olmaq nə dərəcədə sizin üçün məsuliyyətlidir? Şimdi çok yaşım şükür Allah'a. Yani bunların böyüməyi var, gələcəyi var. O sualı mənə çox adam verir. Yəni o mənada yox, pis mənada, yaxşı mənada yox. O onların evlənməyi var, bunların nəyi var. Allah'a inanan insan olur, bu arada fikirləşməz. Bizimki bizi yaşadan, yaradan Allah'dır. Buna görə də şükür Allah'a, kömək olur, hər cəhətdə. 7 qızınız, 5 oğlunuz var. Adətən 7 oğlan, 5 7 oğlan, 5 qız. Mən də elə dedim. Adətən oğlan, daha doğrusu ailə başçıları oğlanlarla qız arasında, yəni cins fərqinə varırlar. Yəni o daha çox oğlana meyilli olurlar. Kişilər belə deyək. Və sizdə bu necə? Ayrı seçkilik yoxdur ki? Yox, şükür Allah. Necə olur? Bax bu qayğıların öhdəsindən necə gəlirsiniz? Şükür Allah kömək olur, güc verir. Yəni səhər dururuq yuxudan, 7 uşağı məktəbə yola salırıq. Sonra da məndən öz işimdən 8. Yox, hələ sən gələn birincisində gedəcəksən, Allah qoysa. Mən də öz işimdən yuram, bişirirəm, yığışdırıram, inəyimi sağıram, qatığımı sağıram, hər bir işlər mənim üçün. Ancaq məişət işdir. Bəli, evdə qalır. Bax bu uşaqların gələcəyini necə görürsünüz? Gələcəyini Güzel. şükür Allah. Necə görmək istəyirsiniz daha doğrusu? Necə görmək? Yaxşıdır hələ mənim fikrimcə. Yəni mən oxumaqlarını daha çox istəyərdim. Qızlarım yaxşı oxuyurlar, şükür Allah. Oğlanlarımda da çalışan var, istəyir, çalışır oxumağa. Biri rəssam olmaq istəyir, biri baytar həkim olmaq istəyir oğlanların içində. Böyük oğlum yəni sənət seçdi, xoş gəlir, maşın elektrikisi də. O üzrə sənət öyrənir, hələ ki, şagirddir. Qızlarımın da həmçinin müəllim olmaq istəyən var, biri skripka müəlliməsi olmaq istəyir, biri 1-dən 4-ə qədər dərs Artıq demək onlar öz istəyir. arzularını sizə bildirirlər. Mən onların arzusu necədirsə onu qəbul edirəm da. Yəni başqa cürə öz fikrimdən biləm ki, o mənim gücüm deyil onu eləmək. Neçənci ildə ailə qurmusunuz? 96-cı ildə. 96-cı ildə. 96-cı ildə ailə quranda bu qədər uşaq planlaşdırmışdınız. Yox, ancaq bilirdik ki, çox olacaq. Allah nə qədər verəcək, söz vermişdik, qəbul Bir-birinizə söz edəcək. vermişdiniz. Bəs onların çətinliyi sizi belə gözünüzün qarşısına gətirirdiniz ki, bizi belə bir çətinliklər gözləyirdilər. Yox.
Elə bu deyil, heç vaxt barədə fikirləşməmişəm. Çünki elə deyirlər ki, o övlad Tanrı insana övlad verəndə o ruh hissini də verir. Bəli, hərəsinin özünün üstəyi var. Hərəsində bir yerlik var. Düz, indi onların siz daha çox indi ruh hissinin qeydinə qalırsınız, amma gələcəyə məsəl üçün fikirləşəndə, çünki onların cəmiyyətə adaptasiya olmağı var, cəmiyyətdə yararlı vətəndaş kimi özlərini təsdiq etməyi var. Heç bu barədə fikirləşmisiniz? Allah deyir ki, nə yeyəcəksiniz, nə içəcəksiniz, heç vaxt fikirləşməyin. Göyün quşlarına baxın, nə əkərlər, nə biçərlər, onu yetişdirən mən Allahım. Yəni ruzini verən Allahdır. Amma siz onlardan dəyərlisiniz. Gör biz onlardan dəyərlisini haqqda fikirləşmək lazımdır. Şeylərdə fikirləşmək lazım deyil. Amma mən görürəm ki, siz məsuliyyətlisiniz, ailə başçısınız, elə xanımınız da məsuliyyətlidir və bu bizi, necə deyim, bir jurnalist kimi, bir insan kimi çox sevindir və çox sevindirici haldır ki, siz bir süfrə arxasında, bir ailədə bu uşaqları ətrafınızda birləşdirə bilirsiniz. Soska verin. Soska. Kimsə soska gəlsin uşaqlardan. Sarı yedim gəlsin. Davut bunu aparıb boşlayır. Başlatsın ki. Görürəm ki, ailədə 13, 14, 15, 16 yaşında uşaqlar var və yəqin ki, onlar sizə kömək eləyirlər ev işlərində. Bəli. Oğlanlar laf çox, yəni məhlədir, ondan sonra heyvanlardır. Hamısı üçün kömək eləyirlər, özləri vaxt təyin ediblər. Deşurlu. Yəni gündə vəzifə bölgüsü var aralarında. Gündəlik birinin vaxtıdır. Həmin gündə o öz işini yerinə yetirməlidir. Gündəndən hər bir kimi öyrənir. İndi oğlanlarla qızlar arasında yəni ki, rəhbər bölgüsü də var da, yəni ki, rəhbərlər var. Yəni böyüklər olar da yəqin ki. Evdə hələ ki bir dənə böyük hamı eşidir. Qızlar da oğlanlar da o sənət örgənin böyük oğlan, onu eşidirlər. Sözündən də çıxmırlar, şükür Allah. Yəni o deyib, bunlar eləyirlər o işləri. Qızların böyüyü? Saradır. Saradır, bu qız. Elə o da. Nə deyirsə balacalara? Sara Qədimovanın adından götürmüsən, deyil mi? Yox, İbrahim Peyğəmbərin arvadının adından götürmüşəm. İnsanların anası olub. İbrahim Peyğəmbərin yoldaşı olub, onun adı Sarıdır. Ali savadınız var? Mənim bəli. Mən texnikum qurtarmışam. Ondan sonra... Radist oldu. Yox, avtoistismar qurtarmışam. Texnikumu, sonra Bakı hərbiçi xidməti qurtarmışam, 3 illik. Dənizdə işləmişəm, Əl-Əmrov gəmisində, Kasparda neft kompaniyasında. Prosta darıxdırıcı idi, elə çıxdım. Yəni 6 ay dənizin içində, həm də evliydim. Çətindir. Evladım üçün çətindir. Yəni, ona görə işləmədim. İşləmirsiniz. Yəni, öz çörəyinizi o sürücülüklə çıxarırsınız. Orada çox yüksək məbləğdə maaş verirlər, amma o vaxt kimindir. Mən həmişə istərdim ki, evimin içində olum, uşaqlarım üçün. Evin için, ailənizin yanında olasınız. Belə bir söz var ki, deyir, 5 barmağın hansını kəssən, o insanı incidər. Bax, bu 12 uşaq arasında öz sevginizi, öz hisslərinizi necə bölürsünüz? Çətin deyil ki. Nə barədə? Yəni hansı? Çünki bunun yəni o sevgini bərabər şəkildə paylaya bilirsiniz. Bəli. Heç olmaz ki, hansınsa. Yaxşı, bəs siz necə tanış oldunuz? Gəncə qonaq gəlir. Gəncəsiz, Gəncədə, şəhərdən tanışdınız. Aha. Mən orada olmuşam, burada qonaq gəlində tanış olmuşsunuz və evləndiniz. Bayaq dediniz ki, uşaqlardan biri musiqi sahəsində, biri rəssamlıq sahəsində artıq öz, necə deyəm, meyllərini artıq büruzə veriblər. Hansı uşaqlardır onlar? Biri Saradır, skripkada ifa eləyə bilər. Gətir ifa elə baxaq. Davud uşağı apardı. Get, Sara, gətir çal. Tez elə çal. Davudu çalırlar, ay Davud. Bu gəlir, Davuda da deyək ki, şəkillər gəlsin. Getsin. Yusuf, onu apar. Yusuf apar.
İnşallah böyük bir ailədə yaşamaq, yəni mən hələ uşaqları nəzərdə tuturam, çox maraqlıdır. Çünki çox uşaqlı bir ailəyə sahib olmaq hər bir insanın, necə deyim, ən böyük arzusudur. Sözsüz ki, maddi çətinlik olmasa, yəni bütün hər bir şey öz qaydasında olsa və mən istəyərdim ki, sizin bax bu evinizdə icazə versəniz, evlərinizdə də tanış olardım. Yəni uşaqların o necə deyim, dərs hazırlamaları, sonra onların yataq yerlərini görmək istəyirəm. Olar? Bax burada. Bu oğlanların otağıdır. Hələ ki, yəni o dərəcədə şəraitləri yoxdur. Yatmağı ancaq sığışdırırıq hələ ki. 7 oğlandır da, balaca hələ ki yanımdadır. Ay Allah, ay Allah. Bu oğlanın adı nədir? Davud. Davud. Davud, neçə yaşın var? 15 yaşın var. Deyəsən, balaca qardaşının köyünü saxlamaqda bax, anana kömək edirsən. Ne geçiyorsun? Sarı otağına bax. Sarı Bu kimsə yatıb, qardaşın yatıb, eləmi? Burada neçə qardaş qalırsınız uşaqlar? 7. 7. Yox. 6. 5'i yatır burada, 5'i 5 yatır. nəfər yatır. Hə, Aha. 5 Dərslərini də burada hazırlayırlar. Yox, dərslərin stol yoxdur axı burada. Stol yoxdur. Zalda yazırlar, məsələn, kuxnada yazırlar. Aha. Qızların otağı hansıdır? Buyurun. Burada neçə qız qalır? Burada da elə qızların hamısı yatır. 5'i də burada yatırlar qızlar. Oğlanlar da orada giydirsin. Burada bir tane oğlan yatır. Kim yatır? Eyüp. Babacan. Eyüp. Eyüp sənsən? Yox, o balaca. Bu yatır. Bu yatır. Burada sizin otağınız və uşaqlar da sizin yanınızda qalır, elə mi? Balaca. Bu otağın Bu seni hazır deyil, boşdur. Hazır olsa Belə, kim belə, evet. olacaq burada? Oğlanların otağı. Yəni oğlan çoxdur, sığmırlar. Ona görə. Aha. Paltarlarınız da qalır. O balaca yuxular orada. Yox, davul yanında. Uşaqlar bir yerdə tapa bilmədi. Demək salon buradadır. Sağ olun. Çox gözəl. Çox gözəl. Oldu xanım, sizə öz təşəkkürümü bildirirəm və çox sevinirəm ki, sizin ailə ilə tanış oldum. Hazırlayacağım reportaj yaxın günlərdə qəzetimizdə dərc olunacaq və əvvəlcədən mən sizə bu haqda məlumat verəcəm. İnşallah qismət olsa gələn il görüşərik. Bəlkə də onda övladlarınızın sayı 13 olacaq. İnşallah Allah bilən məsləhətdir. Çox sağ olun. Sağ olun uşaqlar. Ay uşaqlar, qonaq da getdi, atam da işə getdi. Gəlin görək, indi siz dərslərinizi səhərə necə hazırlamısınız? Baxaq. Durun, tez eləyin, hazırlaşın dərslərinizə. Gec də artıq. Stol da gətir. Biraz tez elə. Stolu, dərslərinizi çıxarın. Stolları gətirin. Stolunu çəkiyorsun, sən o tərəfdə çıxartlar. İşimiz. Gel, gel. Üçüncü.